Hər birimiz bu video görüntünü gördükdə Ağadaş Ağayev hansı məkanda mahnı oxuyur. Birdən bizə onu çox narahat elədilər. Belə belə bir səs çıxartdı. Amma Ağadaş müəllim o sizə çox yaraşdı. Mən bunu sizdən gözləmirəm, amma maraqlı çox maraqlı alındı. İnsanlar birinci Ağadaş müəllimin az yaşı yoxdur, səhhətində problem var. Özü də ümumiyyətlə bəzi problemlər yaşayır da. Eşitmişəm ki, birinci xanımı onu məhkəməyə verib, müəyyən ondan nələrsə istəyir. Təbii ki, bu Ağadaş müəllimə təsir edib. O da belə həmin an insanlar da belə hamı şəkil çəkdirmək istəyir, avtoqraf almaq istəyir, hamı ona yaxınlaşmaq istəyir. Ağadaş müəllim nə etməlidir ki, söymədi ki, təhqir etmədi ki, bir dənə belə elədi, səs çıxardı. Ağadaş müəllim super alınıb. İnsanlar hamı izləyib, mən də izlədim. Çox gözəl. Deyir ki, burada kiməsə zərbə indirib. Heç kimə zərbə indirməyib. Sadəcə olaraq əllə belə etdi də. Əla, çox yaxşı Ağadaş müəllim. Ümumiyyətlə, siz insanlara o qədər yaxınlaşmaq, bəzi adamlar var. Ehtiyac varmı? Uzaqdan görürsünüz də, mütləq əlinə vurmalısınız. Ağadaş müəllimə məndən belə tövsiyə. Ağadaş müəllim əsəbləşməyin. Gözəl alınıb. Mən də paylaşmışam.